broiler toyuğu ilə qidalanan uşaqların aqibəti necə olacaq, gələcəyi necə olacaq? Çünki dövr dəyişib, demək olar ki, əksər qidalarımızda bu toyuqlar var. Məsələ broiler toyuğunun özünün pis olub olmaması ilə bağlı deyil. Bu başqa mövzudur. Təbii ki, sərbəst gəzən toyuqlarla fərqləri var. Çünki 20-30 gün ərzində yetişmiş toyuq kənddə 5 aya, 6 aya yetişən toyuqla eyni ola bilməz, ot yeyən toyuqla eyni ola bilməz. Amma uşaqların broiler yeməyi də təəssüf ki, təkcə bu ev şəraitində yemirlər bunu. Bunu daha çox nugget formasında yeyirlər və yaxud da fast food, burger formasında yeyirlər. Həmin fast foodlara müəyyən dadlandırıcılar vururlar. Ən çox zərəri də elə bax məhz bu dadlandırıcılar verir. Yəni uşağın beynində artıq bir mükafat sistemi yaranır. Yəni bu çox dadlıdır və ona görə də onun ev yeməklərinə olan marağı azalır. Siz təsəvvür eləyin ki, nuggetlərdən, burgerlərdən biz vitamin və minerallar necə ala bilərik? Yəni bədənimizə lazım olan A, B qrup vitaminlərini və yaxud da digər vitaminləri bu broiler toyuqlarından və yaxud da fast foodlardan almaq imkansızdır. Elmi araşdırmalar sübut eləyib ki, cəmi 3 dəqiqə fast food reklamına baxan uşağın ev yeməklərinə olan marağı azalır və nəticədə bu bir vərdişə çevrilir. Uşaqlar ev yeməkləri yeməkdən imtina eləyirlər. Evdə bişmiş dadlı yeməklər bir yana qalır. Uşaq daim fast food, burger kimi lazımsız qidalara meyl göstərir. Çünki uşaq onu təbii acılıqla yox, zövq acılığı ilə istəyir. Təbii acılığı bərpa etmək üçün isə uşaqlarınızı fast foodlardan uzaq tutmağınız lazımdır. Eyni zamanda fast food reklamlarına da baxmamalarını bir yolla təmin etmək lazımdır. Təəssüf ki, bu mümkün görünmür. Çünki hər hansı bir YouTube-da video izləyərkən üzərində ən çox çıxan elə fast food reklamlarıdır. Uşaqlarınızı mətbəxə maraqlandırın. Hətta bəzi yeməkləri onlarla birgə bişirin. Bu broiler toyuqlarını da əgər istifadə eləyirsinizsə, o zaman onu da mətbəxdə tərəvəzlərlə daha dadlı bir vəziyyətdə bişirərək uşaqlarınıza verə bilərsiniz. Əgər uşaqlarınızın iştahı yoxdursa, ev yeməklərini yeməkdən imtina eləyirlərsə, o zaman sizə trimetaviti tövsiyə eləyə bilərəm. Şərbət formasındadır. Tərkibindəki siproheptadin maddəsi sayəsində iştahı açır və nəticədə uşaqlarda və böyüklərdə qida qəbulunu artırır. Tərkibindəki siproheptadin maddəsi ilə bərabər eyni zamanda B qrup vitaminləri də var. B qrup vitaminləri də sinir sistemini stimullaşdırır və qanın yaranmasına səbəb olur. Həkim və əczaçıların tövsiyəsi ilə əksər apteklərdən əldə edə bilərsiniz. İzlədiyiniz üçün təşəkkürlər. Videomuzu bəyənməyi unutmayın.